İbrahimli Namiq Elşanoğlu 44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı, Vaqif Ağakiyevin 12 nömrəli tam orta məktəbin fiziki tərbiyə və çağırışa qədər hazırlıq müəllimi. Müharibənin olacağını hardasa hiss eləmişdik. Bunun üçün biz Tovuz hadisələrindən sonra könüllü yazıldıq. Daha sonra mən əslən Tovuzda olduğum üçün Tovuza istirahətə gedən zaman gördüm orada okoplar, evlərdə okoplar qazılır. Bu da hardasa mənə bir daha da hisslərimi gücləndirdi ki, müharibə olacaqdı, müharibə başlama ərəfəsindədir, belə bir şey hiss edirdik. 27 sentyabr dostum, qardaşım Allahverdi Babayevi döyüşün ilk günlərində şəhid oldu. Onun dəfnindən sonra səfərbərlikdən mənə SMS gəldi, sənədlərimi təqdim elədim və ayın 28-ci günü birbaşa döyüşə yox, Lasın obalarına getdik. Orada bizi forma ilə, silahlarla təmin elədilər, təlimat verdilər döyüşün gedişatından bağlı. Biz döyüşə ayın 1-dən 2-sinə keçən gecə Horadi istiqamətindən Cəbrayıl istiqamətinə, vaxt getdikcə Hadrut istiqamətinə, Hadrutdan Xocavənd, Xocavəndin kəndləri və son dayandığımız yer Şuşa kənd istiqamətində oldu. Yəni, biz döyüşün qalibiyyətimizin sevincini Şuşa kənddə yaşamışıq. O hiss elə bir hissdir ki, mənə SMS gələndə döyüşdən qabaq başqa bir vəziyyətdə olursan, döyüşə girəndə tam başqa bir insan olursan. Döyüşə getməmişdən qabaq elə bilirsən ki, hər şey sənin üçün asan gələcək də. Mən ən son xəbəri aləmə demişəm, dostlarımla bölüşdüm, tez bazar hazırlıqlar gördüm, üzbaşımı səliqəyə saldım, lazım olan alacaq şeylərimi özümlə hazırladım, götürdüm və ən son ailəmə bundan bağlı deyəndə təbii ki, valideynlər bu vəziyyətdə razı olmurlar. Çünki mənim atam da 1-ci qrup müharibəlidir. Hətta mənim o müharibəyə getməyimlə bağlı 28 günü biraz problem yaratdılar ki, nə bilim, mənim hərbi biletimi gizlətsinlər, sən müəllimsən, Lakin mən ona bir kəlmə söz dedim ki, mən sənin davamçınam. Mən o vətənlə olan sevgini səndən öyrənmişəm. Mən müharibəyə gedəndə 5 dəqiqəlik video çəkmişdim. Həm dostlarım üçün, həm ailəm üçün son sözlə bağlı. Amma o videonu mən paylaşmamışdım. Bir dənə dostuma tapşırmışdım onunla bağlı ki, əgər şəhid olaramsa, bu videonu paylaşarsan. Ümid edirəm ki, bir daha döyüş olmayacaq, amma olsa belə təcrübəmdən daha yaxşı istifadə eləyərəm. Bizim taborumuz 3 istiqamətdən Hadruta girməmişdən öncə Hadrutun yüksəkliklərini tutmağa doğru gedirdilər və orada onlar mühasirəyə düşmüşdülər. Onlardan xəbər yox idi. Bilirsiniz ki, döyüşdə telefondan istifadə eləmək olmurdu. Ona görə də xəbər ala bilmirdik. Lakin 10 gündən sonra bizi həmin təxliyəyə göndərdilər və orada həmin yoldaşların cənazəsini oradan götürəndə mənim üçün ən təsirli anlardan olubdu və orada hətta olub ki, mən qayadan da uçmuşam, dizimdən zədə almışam. Döyüş yoldaşımdan məni starşı maşın deyirlər, Şuşa istiqamətinə döyüşə gedirik. Bir kənd var, həmin kəndin 2 yolu var. Bir yolla meşəni yara-yara yeni yol açırlar. Bir yolda köhnə yol idi. Maşının şoferine dedim ki, mən bu yolu bir iki dəfə getmişəm, bu yuxarı yoldan istifadə olduq. Çünki o yol elə bir yoldur ki, meşə yoludur. Bilmirdilər ki, bu yol hansı yol olar. Aşağı yol olan köhnə İşdək yolunun olub. Şuşaya gedən yol. Xocavənddən Şuşa istiqamətinə gedən meşə yolu. Döyüş yoldaşımdan dedim, maşınlar azdır, ona görə biz məcbur aşağı yol getməliyik. Və aşağı yolda getdik. Gecə saat 12, dumandan gözü görmür və orada elə bir situasiya yaşadıq ki, maşın getmədi və həmin ərəfədə biz məcburiyyət qarşısında maşını saxlayıb, işıqlarını söndürüb gizlənəsi olduq. Həmin vaxt da elə bir səslər gəlirdi. Azərbaycan dilində düşmən bizi çağırırdı. Allanmadıq, çünki Ülvi də döyüş yoldaşım da təcrübəli şəxs idi. Bizim də hardasa ora qədər bilirdik ki, bunlar bizim dili yaxşı bilirlər. Biz allanmadıq. Düz onlar bizim maşınımızın yanına qədər gəldilər. Maşında heç saxlamamışdıq, özümüzdən hər bir şeyi gözümüşdük. O anda mənə bir qorxu gəlmişdi, mən yox, elə kimizə də. O qorxunu mən həyatımı heç vaxt bu yaşıma qədər yaşamamışam. Çünki biz 2 nəfər, hər an hər şey ola bilərdi. Təxliyədə idim deyə mənə vermişdilər ondan. Mən hazır saxlayırdım ki, məsəl üçün yaralı şoka düşməsin deyə tez onu vururduq ki, şoka düşməsin. Bu yarım saat, 1 saat ərzində onu şokdan saxlayırdı və dərhal onu döyüş meydanından çıxardırdıq. Həmin o adım çəkmək istəmədiyim preparatdan istifadə edəndən sonra bir müddət, 5 dəqiqədən sonra biz o gizləndiyimiz yerdən çıxıb onlar tərəfə atəş açdıq, onlar biz tərəfə atəş açdı. Amma getdikcə onların atəşinin səsi uzaqlaşmağa başladı. Biz bir də həmin meşədən gecə saat 3-də çıxmışıq.
Hadrut istiqamətində döyüşdə, mən həm də təxliyədə olmuşam da, Hadrut istiqamətində döyüşdə ağır döyüşlər gedirdi. Həmin ərəfədə bizim Ensaylı hərbi hissə ilə xüsusi təyinatlı qüvvələrin hərbi hissəsi bir istiqamətdə döyüşürdük. Yəni orada fərqi yox idi, sən hansı hərbi hissənin döyüşçüsən, onun yaralısını çıxardırsan və yaxud xüsusi təyinatlı fərqi yox idi. Yəni bütün yaralı şəhidləri təxliyə edirdik oradan. Həmin vaxtı bir ayağı amputasiya olmuş bir əsgəri biz döyüşdən çıxartdıq və onda o şoka düşməsin deyə ona dərman vurduq. Onun bir dənə hərəkəti heç vaxt mənim gözümün qabağından getməz. Onun mən bilmirəm, səhv elədim, düz elədim, amputasiya olmuş ayağında qoydum maşının içinə. Həmin ayaqla o birisi şeyi belə vururdu ki, sən indən sonra mənim nəyimə lazımsan. O səhnə də heç vaxt mənim gözümün qabağından getmir. Xüsusi təyinatlı qüvvələrin bir giziri var. Onu da sonradan təsadüf nəticəsində tanımışıq bir-birimizi. Hadrut istiqamətində döyüşə qalxanda pikapla tank əleyhinə minaya düşmüşdülər. Orada çox vacib, bizim ordumuz üçün çox vacib bir kapitan şəhid olmuşdu və gizir yaralanmışdı. Giziri gətirəndə, təxliyə eləyəndə ağzı çox pis vəziyyətdə idi. O da minaya düşmüşdü. Həmin gizirlə təsadüf nəticəsində bir ortaq dostluğumuzun vasitəsindən biz görüntülü danışdıq. İnanın Allaha, onun o yenidən həyata, heç vaxt inanmazdım ki, o insan yenidən həyata qayıdar, danışar. Onun yenidən həyata qayıtmağı, onun o danışmağı, onun o belə bir şey var da döyüşdə, təsadüf o kimsə döyüşdən çıxardır, ilk tibbi yardım göstərir. Sonradan bunlar bir-birinlə danışırlarsa, elə bil doğma insanlar bir-birlərindən danışırlar və həmin o doğma hissi mən onunla danışanda yaşadım. Təbii ki, o da yaşadı. İndi də münasibətimiz var. Dostluq münasibətimiz yarandı həmin şeylərdən. Təxliyə elədiyim şəhidlərimizdən biri də Nəsirov qəhrəmandır, Minisevli şəhididir. Deməli, Cəbrayıl istiqamətində döyüşdə təxliyə elədik. 3 dənə şəhidimiz var idi. Biz onu hərbi tibbi maşından təcili yardım maşınına qədər çatdırmalıydıq və ora təhvil verirdik. Yol gələndə cənazələrə baxırdım, o qədər sifətdən tanış gəlirdi mənə. O qədər sifətdən tanış gəlirdi ki, bu şəhid mənə çox tanış gəlir. Beynimdə o qədər onu fikirləşirdim. Bir gün sonra axşam bəs dedilər ki, sənin dostun Nəsirov Vüqarın əmsi oğlu şəhid olubdur, Nəsirov qəhrəman. Onda mən o Nəsirov soyadı hələ də mənim ağlımda qalmışdı ki, mən dedim, axı, mən beynimdə ilk çıxartdığım şəhid olub deyə. O epizod heç vaxt mənim gözümün qabağından getmir. Biz əsasən hərbi vətənpərvərliyi bilirsiniz ki, hərbi yarışlardan daha çox uşaqlar öyrənirlər. Bunun bariz nümunəsi kimi döyüşün 15-ci, 14-cü günündə xüsusi təyinatlı qüvvələrdə 2 dənə şagirdimi gördüm. Özləri görüşdülər məndən. O görüş mənim üçün çox qeyri-adi bir görüş oldu. Çünki öz dəst etdiyin şagirddən, öz şahinləri hazırlaşdırdığın şagirddən döyüşdə gəlib bir yerdə çiyin-çiyinə döyüşmək, bu həm bir müəllim kimi mənim fəxirdir, həm də çəkdiyim əziyyətin hədər yerə getməməsinin bariz nümunəsi idi və indən sonra da, belə deyək, döyüşə qədər şahinləri hazırlaşırdıq başqa proqramla. Artıq döyüşdən də müəyyən təcrübələr götürəndən sonra yenə həmin o vətənə olan sevgi, vətənpərvərlik hisslərini, vətənpərvərliyi şahinlərlə biz yenə davam edirik. Şahinlər hərbi idman oyunundan və şagirdlərimizin də, şahinlərdə iştirak eləmək istəyən şagirdlərimizin də sayı günü-gündən artır.